İkincisi, dua etmek. İnsan dua etməlidir ki, haqqa müvəffəq olsun, xeyirlərə müvəffəq olsun. Allah onun üçün xeyirləri açsın, onu xeyirlərə açar etsin. Allahın Əl-Fəttəh adı ilə xeyirləri onun üçün açan, xeyirlərə müvəffəq eləyən adı ilə Allahdan dua eləsin ki, Allah onun üçün xeyirləri açsın, xeyirlərə yönəlsin. Nə qədər insanlar var ki, xeyrə müvəffəq olmayıb. Necə ki, sahabilərdən gəlir, görür ki, məscid içində insanlar halqa şəklində oturub Allahı zikr edirlər. Əllərinə xırda-xırda daşlar götürüb Allahı zikr edirlər. Bir-bir atırlar daşları. Deyir ki, siz nə edirsiniz burada? Deyir, Allahı zikr edirik. Deyir ki, Allaha and olsun ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bizə belə əmr etməyib. Biz Peyğəmbərdən sallallahu əleyhi və səlləm belə görməmişik. Onlar deyirlər ki, biz xeyir istəyirdik. Allahı zikr edirlər. Təbii ki, xeyir istəyirlər. Səhabə deyir ki, nə qədər xeyir istəyənlər var ki, xeyrə müvəffəq olmayıblar. Nə olsun xeyir istəyirsən? İxlas önəmlidir və Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnəsinə müvafiq olmaq da önəmlidir. Sən dua elə ki, Allah səni xeyrə müvəffəq eləsin. Nə qədər pullu, imkanlı insanlar var, pulunu xərcləyə bilmirlər, xeyrə sərf edə bilmirlər. Nə qədər elmli insanlar var, elmi xeyrə sərf edə bilmirlər. Nə qədər əlindən iş güc gələn insanlar var, xeyirxahlıq gələn insanlar var, amma xeyir iş görə bilmirlər. Bacarmırlar, müvəffəq olmurlar. Ona görə çoxlu dua eləmək lazımdır ki, Allah səni xeyrə müvəffəq eləsin.